Sizcə bəs həyatı yaşayanda o uğrunda yaşadığımız nədirsə bilə bilirik? Əhsən. Axtaran bilir. O egoya qapılıb gedən var ha, o bilmir. Bilmir deyəndə ki, öz təqsiridir ya, bilmir. Xod vermisən musiqiyə, gedirsən, musiqiyə aludə olmusan, bilmirsən hara yeysən. Birdən alırsan ki, mən hara gedəcəkdim, musiqi aparıb məni. Amma bir də var ki, axı sən evdən çıxanda elə musiqinin xotlamamışdan bilirdin A nöqtəsindən B nöqtəsinə gedirsən. Arada apardı da sən. Görə arada qoymayasan səni ego götürsün, aparsın. Çox çətindir, o çox incə məsələlərdir ki, bir işi görürsən ki, bunu mənə gördürən həqiqətən mənim o islah olmuş qəlbimdir, ürəkdən gördüm bunu, yoxsa egodur. Şeytanın o ego məsələsi ki var ha, o insanın beynində şey göstərir, ağlında trüklər eləyir. Qəlb tamam başqadır, amma bu şərtlə ki, qəlb islah olsun da. İslah olmuşdur. İçə dönmək lazımdır, düzdür, baxmaq. Gözəldir, bu içə dönmək daha gözəldir, daha rahatdır. Amma məsəl Quranda iki cür yol var da. Düzdür, yəni də ariflər içə dönməyi məsləhət bilirlər. Ayələr var, ayət-i afaqı var. Afaqı, yəni zahirdə Allah deyir, buludu belə yaratdım, günəşi belə yaratdım, bunu elə, bunu belə. Sənə təbiyyəti, afaqı göstərir, sənə özünü tanıtdırır. Bir də var ayət-i ənfusi. Sənə öz içini tanıtdıra. Ən rahat yol odur. İnsan daxilinə gedir, orada Allahını tapır. Mən ərəfə nəfsəhu fəqad ərəfə Rəbbə. Kim özünü tanısa, Rəbbini tanıyacaq. İçəridə axtarış gözəldir, rahatdır, yəni daha tez taparsan. Və ən qəribəsi də budur ki, Peyğəmbərə birinci ayə gəlib, birinci ayə. Nə gəlib? Əqra, oxu. Oxu, bil. Adətən lap axırda gələrdi də bu oxu. Çünki kitab verdim sənə, indi oxu. Kitab verməyib deyir oxu. Həmin oxu oldu ya. Zaten Allahın bəli ayət-i afaqı var, ayət-i ənfusu var. Zahiri həyatı, təbiəti oxu, öz içərivi oxu. Sən həqiqəti orada görəcəksən zaten. Amma plus da Quran da sənə bir mayak kimi verir ki, bu konkret sözlər var orada ki, onda mütəxəssisi ya, yəni də deyirəm, mütəxəssis sənə açıqlamalıdır. Nə üçün dini qoya bir